Hər vaxtınız xeyir dostlar, xoş gördük sizi kanalımda. Dünyəli Dünya Çempionatının 8-də 1 mərhələsinin oyununda. Hansı oyundayıq? Göründüyü kimi Portuqaliya, İspaniya. Portuqaliya, İspaniya oyundayım. Mən bir İspaniya azərkeşi olaraq, forması da buradadır. İspaniya azərkeşi olaraq günlər İspaniyanın oyununa və İspaniyanı azərkeşi eləyəcəm. İnşallah günlər İspaniya turu keçəcək və rəqibini gözləyəcək. Rəqibi də ki axşam gecə saat 4-də ya Amerika ya da Belçika oyunun qalibi olacaq. İnşallah günlər İspaniya qələbə qazanacaq, yaxşı oyun olacaq. Yəqin ki hələ tam dəqiq baxmamışam. %99 Lamine Yamal 11-dədir. Portuqaliyadakı Cristiano Ronaldo 41 yaşında olduğuna baxmayaraq ki bəzi oyunlarda yaxşı oynamır, əvvəlki performansı yoxdur, amma Cristiano Ronaldo'dan çox qol vuran oyuncudur. Ona görə də ki çox təhlükəlidir. İspaniyanın da Portuqaliya ilə oyunu çox vaxtı alınmır. İspaniya axırıncı Millətlər Liqasında finalda uduzdu İspaniya Portuqaliyaya. Portuqaliya çempion olmuşdu. İnşallah bu günləri turu keçəcək və növbəti mərhələyə keçəcək. Növbəti mərhələdə də ki Fransa o biri tərəfdən gəlir, güclüdür Fransa. Bu tərəfdən Braziliya uduzdu İngiltərə dünən deyirdi bu səhər qələbə qazandı ev sahibi Meksika üzərində. İnşallah bunu keçəndən sonra Amerikanı da fikrimizə keçə biləcək və Fransa olacaq, çox gümansız keçsə. Fransanı da keçsə finalda ya Argentina gələ bilər, ya İngiltərə gələ bilər. İndi onu görəcəyik. Hələ bu oyunu başlayaq. Oyun başlayacaq. Mən də çoxdandır video atmıram. Axırıncı videom Türkiyənin Dünya Çempionatında birinci oyunuydu. Avustraliya ilə birinci oyunu idi. Məğlub oldu. Orada da demişdim ki Türkiyə birinci oyuna baxanda dedim ki Türkiyə bu oyunla qrupda qalacaq və elə də oldu, qrupda da qaldı. Hardasa bir aya təxmini yaxındır. Yox, bir aya yaxındır. Hardasa bir 20 gün zad olar. 20 gün bundan qabaq video paylaşmışam, 15-20 gün. Aradan çox vaxt keçib. Bu da Dünya Çempionatının ikinci oyunu və İspaniyanın oyunudur. Əslində videolar çəkib paylaşmaq istəyirdim, amma bizlə saat fərqi çox olduğuna görə elə vaxt oldu ki gecə saat 4-də, 3-də, 6-da oyunlar olur. O da çəkmə mümkün olmur. Ya qalasan səhərə kimi, ya da ki yatıb durasan, o da alınmır. Amma indi normal vaxtda gecə saat 11-də Ronaldo 11-dədir. Lamine Yamal 11-dədir. Oyun başlayır dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın. Başlayaq, keçək oyuna dostlar. Qaşan gəl. Qaşan pas. Vur. O yarıza. Kül sənin başı o yarıza bal. Kül sənin başı onu necə vura bilmədin sənə? Offside də yoxdur, bravo. Offside də yoxdur, pasa olmadan. Sən onu necə vura bilmirsən ha? Sənin başı və kül olmasına o Ərzabal vurduğu topa baxıb buna. Bu ya, Haaland'ın yeri də ora, Mbappe'nin yeri də ora. Bu necə vuramadı buna? Messi. Bu elə şansı necə qaçırtdı? Bax bu şansı qaçırtdısa, yəni burada başqa şeylər də ola bilər. Bax şansdır. İndi bir dənə vurar Portuqaliya 1-0 qazanır. Sən bunu gələ vururdun. Bax gəlir Ronaldo. Ronaldo özü xoşdur İspaniya qol vurmağı. Elə bura baxır sənə nə qoyundu bu ya. Qaşan pas. Yamal. Yenə çıxartdı. Gol! Ne oldu bu? Valla Diego Costa 2 dənə Qaşan, bir dənə Yamalın, bir dənə də Bayananın topun əla çıxartdı ya. Valla
Və bu dəqiqə 2-0 olmalıydı. Bu dəqiqə 2-0 olmalıydı. Epizodun davamı, hücumun ikinci davamı. İkincini lap barmağı ilə çıxartdı ikinci topu. El gezdirir. Portugalyalı kiper. Oyun yaxşı biraz ağır oyun gedir. Yəni iki ölkədə bir-birini tanıyırlar, İspaniya, Portuqaliya. Hücum. İspaniya o biri komandalarla oynayan kimi daha çox topla oynama yoxdur burada. Portuqaliyada oynayır. Ronaldo oynayanda bir zərbəsi var. Unai Simon çıxartdı, amma İspaniyanın bu dəqiqə 3 dənə dəqiq zərbəsi var qapıya. O da təhlükəli. Yəni Ronaldo üstünə vurdu. Unai Simon çıxartdı. İndi 200-dən zərbə. Bir dənə yaxşı 200-dən zərbə. Topu qapı qarşısına Bir göndərdi. dəfə çıxartdı. Rubenziyaç uzaqlaşdırdı. Yamalda qalır. Qəşəng pas. Yamal hiləgər toxunuş Kukureya qapı qarşısına. Valla. Alva. İnşallah qələbə olacaq bu oyun. Olmo. Bir dənə qol vursalar. Lamin Yamal. Daha bir Çıxartdı müdafiə. qarşılayırlar. Offside-daydı desən Yamal. Tələsdi. Kubarsi biraz İspaniya çox şey oldu. Ruben Kubarsi deyil. Sonra o birisinin adı neydi? Adına çıxdılar. Biraz gəncə oynadılar. Biraz tələsirlər. Nico Williams zədədən təzə çıxıb o da 11-də oynada bilmir. Yoxsa bunlar ikisi oynasalar biri solda, biri sağda Nuno Gomes. daha yaxşı oynayır. Avropa çempionatında oynadığı üçün. Matias Grafstrom FIFA'nın başladı. Aşağıda soldan ikinci Pedro Proença. Portugalya alıp Neto'ya verdi. Pedro Neto. Axır qapı qarşısına topu göndərir Neto. Felix. Unai Simon. Buraya səhv eləmişdi. Buraya səhv eləmişdi. Öz səhvini düzəltdi Unai Simon. Portugalya təhlükəli. Bu necə topa çıxmaqdır? João Felix narahatdır. Topu götürə bilməksən niyə çıxdın o baxı? Unai Simon toxunan top. Ronaldo buradan attı, buradan uzandı ya. Simon yenidən. Buraya görürsən? Bax Portuqaliya oynayır topla, amma təhlükə yarada bilmir. Bax ən ciddi təhlükələrindən biri. Çempionatlarda keçirdiyi 6 Gol olacaqdı. O da Unai Simonun səhvindən. Hələ ki İspaniya çempionatda gol buraxmır. son 5 oyunda gol buraxmayıb Unai Simon. Amma burada səhv elədi bax. Topa çıxdı, götürə bilmirdi topu. Zenga ilə bərabərləşir. Səhv elədi, Ronaldo vuracaqdı, sonradan uzandı, çıxartdı, götürdü topu. Artıq 38-ci dəqiqədir. Ardızıl 519 Hələ ki 0-0-dır. Odur ki, şansdır. Düşdü, vurmaq lazımdır bunlar. Portuqaliyanın Zengaya məxsus idi. nə qədər də bu qapıya zərbələri olmasa, çox təhlükəli gəlməsə də Portuqaliya, yəni Portuqaliyada oyunçularına baxsan, əlbəttə fürsət düşdü gələ vurasan. Məsələn Alex Baena İspaniya millisinə Həmləsini izlədi. mən necə çağırırlar Alex Bayanı. Heç yəni xoşum gəlmir oynadığı oyundan. Sol cinahda da oynaya bilmir. Turnirdə ən az zərbə ilə üzləşən Sözlə Nico Williams tam sağalmır deyə bu oynayır. bundan öncəki oyunlarda Bir də Oyarzabal. 4 dənə qolu var çempionatda. 4 dənə 5 dənə qolu var çempionatda. bu çərçivəsində 4 dənə. zərbə baxan komanda həmçinin 3 Bir dənə birinci hissədə ən ciddi təhlükəni yaratdı. Vura bilmədi. Ondan sonra yoxdur Oyarzabal. bu oyuna kimi bir dəfə Yenə bilinmir hardadır. Bir dənə bayaq bir dənə top gəldi, adını eşitdim mən onu. belə bir ilk hissə göstəricisi vardı öncəki oyunda. Artıq 6 dəqiqə yekunlaşıb. Anthony Taylor kifayət. Dostlar ilk hissə bitdi. İlk hissə 0-0, Portuqaliya 0, İspaniya 0. Ağır bir İspaniya biraz daha üstün oynadı, amma əlinə düşən 4-5 fürsəti istifadə eləmədi. tərəflərdən Hələ ki gol yoxdur. çərçivə İkinci hissədə görüşərik dostlar. 0-0. Dostlar 55-ci dəqiqədə Nelson Semedo. Portuqaliyada Nuno Mendes zədələndi. Bir epizodda João Felix'tir bu. Lamin Yamal Mendesi sürətlə keçdi. Ona çatmaq istəyəndə topa getmək istəyəndə nəsə orada bir zədələndi. Nuno Mendes. Biraz davam elədi, sonra davam eləyə bilmədi, zədələndi, çıxdı çölə. Yüksəldi və topu meydana Nə qədər də son təmas Pedro Porro. İspaniya azarkeş olsan, İspaniya qələbə qazanmağını istəsən Bizə göstərirlər. də amma Nuno Mendesin çıxmağı yaxşı olmadı. Çünki müdafiədə Portuqaliyada ən yaxşı oyunçudur. Ümumiyyətlə ən yaxşı oyunçulardan biridir sol cinahda müdafiədə. Onun çıxmağı məncə Semedo başladı. Yamal üçün biraz Bir toxunuş. yəni oynamaq şansı oldu. Çünki Kubarsi özünü çatdırır. Yamala keçmək imkanı vermədi birinci hissədə də, ikinci hissənin əvvəlində də. İndi yerinə Semedo girdi. Görək Semedonla Semedo. Yamalla necə qarşılıq verəcək Yamala. Türkiyə çempionatında Amma zədələnib çıxmağı
Çox pis oldu. İnşallah belə çox ciddi zərəsi yoxdur. Çünki çox yaxşı oyunçudur həqiqətən də. Belə necə deyirlər, dəmir kimidir müdafiədə. Amma yaxşı olmadı. İndi görə Yamal nə edəcək? Ver də təzən burada. Mal ver bura təzən də qoyun. Ona qoyun oyunçu da bura. Oy bula. Ferran Torres nə qoyun oyunçudur? Qalıb burada bomboş vermirsən pası, təzən Yamalı axtarırsan orada. Onun Yamal üstündə qurulmur ki, komandada oyunçular var da. Qoyundur, bu Ferran Torres də qoyunun biridir, boş qapıya vura bilməyən oyunçudur. Nico Williams'ı niyə salmır? Mənim başım çıxmır ha. Artırmalarda salacaq. Bu şey İspaniyanın da baş məşqçisi gözləyir ki, getsin əlavə vaxtda onu. Vermədi oradan pası. Təzən Ferranda Yamalı axtardı. Necə əsəbləşdirir ha qoyunu. Qaşapa. Gol! Miguel Merino. Gol! Əlavə edilmiş birinci dəqiqə. 90+1'də Miguel Merino. Vurun da bunu. Vurun da bunu. Bum! Miguel Merino. Qəşəng pas. Bax penaltı. Yoxsa alırsan təzim qaytarsan da olar. Miguel Merino. Bu. Qəşəng tez başladılar bax. Top yerdə tərpənməyib başladı. Offside üçün baxala görə offside. Offside yoxdur. Ana offside. Pasa bax. Of, pasa bax. Topu belə vurarlar o yaza bax. Belə vurarlar topu. Topu belə vurarlar. 1-0. Miguel Merino 90+1. La 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 la. Son 5 dəqiqə. Son 5 dəqiqə. İndi 1 dəqiqədə mən şeylərəm də burada yəqin ki oynayacaq. Qola görə, sevinməyə görə, gəlməyə görə 1-0. Tam belə yerində. Tam belə yerində. Bir dənə 5 dəqiqəni də yola verin. Bəlkə də kontrada tutub bir dənə də vura bilərsiniz. Bu. Yoxsa var ha, əlavə vaxta getsə yenə də qol olmayacaq. Penaltıya getsə, yəni axırıncı dəfə Millətlər Liqasının finalında penalda uduzdu, bu dəfə də uduzacaq İspaniya. Kart. Qəşəng kart. Son 2 dəqiqə. Nelson Semedo sarı kart. Yamal keçmişdi. Semedo dördü. Bunun adı neydi? Renato Vega sarı kart. Lamin Yamal attı keçdi. Saxladı. Oyarzabal 90 dəqiqə oynadı. Bir dənə epizodda var. Bir dənə epizodda. Necə adam əsəbləşir? Bir dənə dəqiq epizodda var. Onu vura bilmədi. Ondan sonra yoxdur. Bu qardaş 2 dəfə adını eşitmişəm. Qoldan sonra 2 dəfə, cəmi 3 dəfə adını eşitmişəm. 95 dəqiqədir. Bıraxma. Kukureya, sana əjdahacan Kukureya. Ooo! Getmişdi ya. Son dəqiqələrdə vurmuşdu ya. Son dəqiqələrdə vurmuşdu Bernardo Silva. Son dəqiqədə bitirdi artıq. Qutarsın. Qutar artıq, qutar. Bitti. Bu. İspaniya 4-1'də.
Rəqibin gözləyir. Bu gecə 4-də. Bu gecə 4-də Amerika Belçika oyununun qalibi İspaniyanın rəqibi olacaq. İnşallah İspaniya onu da keçəcək. Növbəti rəqib Fransa. Fransanın da çətin məsələdir. Fransa inşallah hələ bunu keçsəndən sonra. Qəşəng 4-də 1-də İspaniya 1-0 qazandı. Miguel Merino'nun 90+1-dəki qolu ilə. Avropa çempionu mübarizəni davam etdirirlər. Avropa çempionları. Avropa çempionu İspaniya. Bu Cristiano Ronaldo qayba yaxşı oyunçusan. Xoşun gəlir sənin oyundan. Messi, Ronaldo desələr ikisi də yaxşı oyunçudur. Amma sağ ol Ronaldo. Oyun bitti dostlar. Bitirək videomuzu. Başqa videolarda görüşərik. Kanalıma abunə olun, videolarımı bəyənin.